bir dəfə bir hadisə baş vermişdi, onu izləyirdim. Bir yoldaş forkliftlə avtokarla yük daşıyır, önünü görmür. Sənayedə icazə verilmir önünü görmədən hərəkət eləmək düz və arxa hərəkət eləməlisən, köməklə belə filan. Bu yoldaş bunu eləyir, ancaq bundan tələb olunmayıb belə eləmək. Hətta bunu tez bitirsə belə, bundan kimsə ona tez evə get deməyəcək, maaşını artırmayacaq. Sadəcə bu düşünüb ki, belə eləsə daha yaxşıdır bunun üçün. Təbii onunla bir-iki dəfə söhbətlər olub belə etmək, amma müəyyən olunurdu ki, araşdırmaya baxırdıq. Müəyyən olunur ki, yox, bu yoldaş belə də davam edir. Bir nəfər, HR-dan bir nəfər xanım yaxınlaşır və ona deyir ki, sənin neçə uşağın var? Deyir, mənim 3 dənə uşağım var. Bəs sən deyir, burada qəza eləsən, bu forkliftin altında qalsan, barmağını itirsən, gözün kör olsa, sən bəs uşaqlarınla necə onları qucaqlayacaqsan? Necə? Biz sən bunun üçün sənə əlavə bir pul ödəməyəcəyik, səni evə tez göndərməyəcəyik, biz səndən tələbimiz yoxdur. Adam da çox sadə fikirləşir ki, qardaş, bu nə əhəmiyyəti var ki, mən niyə belə eləməliyəm? Ancaq bayaqları qeyd olunan kimi biz ona belə baskı eləsə, yox belə olmaz, standartlar budur, bizdə tələblər budur, belə filan. Elə bil ki, o hər zaman fikirləşəcək, mənim bir komfort zonam var. Bir də mənim komfort zonama təsir eləmək istəyən bir safetyci var. Amma orada xanımın gəlib buna, onun tərəfində duraraq, o problemi, biz ikimiz bir yerdəyik, problem buradadır, gəl o problemlə onu çözək, ikimiz bir yerdə. Problem mən deyiləm, problem sən də deyilsən. Ortada bir problem var anlırıq. O da gəl biz ikimiz onu çözək. Sənin faydan nədir burada? Heç bir faydan yoxdur. Sənin bu nəticəsində nə ola bilər? Sən ciddi şəkildə bir zərər görərsən.